Bizim elədiyimiz mövzu çox ağır bir mövzudur. Ona görə bunu sadələşdirib izah eləmək istəyirəm. 7 dənə boyut var, level. Birinci boyut bitkilərdir. Məsələn, bitkilər ayrı boyutda, ayrı frekansdadır. Onlar da danışa bilir, onlar da çoxalır, onlar da sevir, onlar da cütləşir. Oradan da bildiyin həyatı var bizim kimi o canlıların. İkinci boyut heyvanlardır. 2D gedir bu 2D dünyası. Heyvanlarda da bütün bu proseslər var. 3D, üçüncü boyutda yerləşir human and ego, insan və ego boyutu. Biz üçüncü boyutdayıq. İnsanın yerləşdiyi konum, dünya üçüncü boyutdan başlayır. Sonra gəlir dördüncü boyut. Dördüncü boyutda artıq bilgi boyutudur. Orada durmadan informasiya əldə eləyəcəyin bir boyutdur. Beşinci boyut oyanış boyutudur. Altıncı boyut təslimiyyət boyutudur. Yeddinci boyut tanrılıq boyutudur. Niyə yeddinci boyut tanrılıqdır? İndi oranı izah eləyəcəm. Yer kürəsi 2012-ci il 21 dekabrda hamı şam yandırır deyə dünya dağılacaq. Əslində o Şumer təqvimlərinə görə biz boyut dəyişdirirdik. Əslində dünya dağıldı. Necə? Üçüncü boyutun oyunu, matriksi dağıldı. Dördüncü boyuta keçdik. Dördüncü boyut bilgi boyutu olduğu üçün indiyə qədər öyrəndiyimiz bütün bilgiləri biz 2012-dən indiyə qədər almışıq. Bütün Wikipedia, YouTube, WhatsApp, Instagram insanların kütləvi şəkildə öyrəndiyi vaxt oldu bu 10 il. 2013-dən bu vaxta. 2020-ci il 22 dekabrda biz keçdik 5-ci boyuta. 5-ci boyut oyanış boyutudur. Buna İslamda deyirlər axir zaman, qiyamətə yaxınlıq. Məsəl, qiyam etmək oyanmaq deməkdir elə, qiyam. O qiyamət qiyam sözündən gəlir. Yəni 5-ci boyut oyanış boyutu olduğu üçün İslam da buna axir zaman deyir. Yahudilər qızıl çağ deyir, xristianlar cənnət çağı deyir. Həmin dövrdəyik. Və fikir versəz 2020-dən bu tərəfə insanlar meditasiya eləyir, nəfəs terapiyaları, kitablar, fərqindəliklər, hamı, yəni ən ucqar kənddə yaşayan insan belə artıq bir-birinə deyir ki, negativ danışma, evrənə bu mesajı ötürdüm, belə oldu, evrənə negativ söz ötürmə. Yəni bildiyin qloballaşdı. Sual yaranır. Nə oldu ki, birdən-birə insanlar əsrlərdir bilinən bilgi bir neçə il ərzində partlamaya keçdi? Çünki səbəb 5-ci boyutda olmağımızdır. Bu boyutda hamı oyanmalı. 5 yoxsa 3-də? Bu 5-dir. Biz hal-hazırda 2020-dən bu tərəfə 5-ci boyutdayıq. 3-də idik əvvəl, sonra 4-ə keçdik. İndi keçmişik 5-ci boyuta. Frekans olaraq 5-dəyik. Bundan sonra gəlir 6 və sonra gəlir 7. İndi Nəsimi neçənci boyutdaydı? Nəsimi 7. Misal təslimiyyət boyutu var. Dərvişlər 6-cı boyutdadır. Ora adlanır təslimiyyət. Təslimiyyət necə bir duyğudur? Yəni hər şeyi axışa buraxmaq. Hər şeyi təslimiyyət.